Xanım Fatimə Zəhra başa düşdü ki, mənim növbəmdir. Mən də Allahın dini üçün nələrsə etməliyəm. Həm də ki, yeganə adamam ki, mən eləyə bilərəm. Həzrət Əlinin artıq heç bir şey işləmir. Əleyhissalam ancaq deyə bilər, onun da sözünə heç kəs qulaq asmır. Həzrət Əli ancaq danışa bilər, onun da sözünə heç kəs qulaq asmır. Heç peyğəmbərin sözünü yerə salırdılar. Bəs ikinci də Həzrət Əli əlini qılınca ata bilər, bu isə heç uyğun bir şey deyil. Həm peyğəmbər demişdi, həm də Həzrət Əli da bunu görürdü. İndi nə olmalıdır? Xanım Fatimə Zəhra öz əzəməti ilə, öz qüdrəti ilə, həm də peyğəmbərin qızı idi. Ona görə də Xanım Fatimə Zəhra üçün fürsət var idi ki, nəsə etmək üçün.